Bədənə daxil olmuş xırda bir informasiyanı ölçür, biçir, öz yaddaşına vurur, daha sonra isə ona uyğun immun hüceyrələri formalaşdırır. Məhz o xaricdən bədənə daxil olmuş genetik material əsasında yeni bir ordu formalaşdırır ki, bu ordu sırf o genetik materiala qarşı savaş başladır. Bəs bu nə üçün önəmlidir? Təbii ki, ilkin olaraq bu viruslar, bu materiallar bədənə daxil olduğunda bizim bədənimiz hər hansısa bir sistemi formalaşdırmayıb daha öncədən buna qarşı və işə qoyularaq bu sistemi formalaşdırmağa başlayır. Bu dönəmdə də bədənin reaksiya verməyi təbii ki, normaldır. Bu dönəmdə bədən temperaturla reaksiya verəcək və yaxud da halsızlıqla, ağrılarla reaksiya verəcək. Çünki bizim bu sistemə yad bir şey daxil olub və biz onunla savaş üçün əsgər toplamalıyıq, belə deyək. Bu tamamilə təbii bir prosesdir və bu proses günbəgün davam edir. Günbəgün davam edir. O qədər davam edir ki, bizim immun sistemimiz mükəmməlləşir. Bəs bu nə üçün vacibdir? Bu həyatda qalmaq üçün vacibdir. Əgər bu sistem biz uşaq olarkən aktivləşməzsə, biz təbii ki, uzun müddət yaşaya bilməyəcəyik. Ən xırda bir şeydə tələf olub gedəcəyik. Ki bu yüzdəndir ki, bəzi immun çatışmazlığı xəstəliklər var və xüsusilə də bunlar yeni doğulmuşlarda da özünü göstərir. Yəni qazanı